həm bunun belə bu qaydada vuruşları var, həm bunun belə küşlüklər mövcuddur. Bax. Bunlar məsələn xırda kabançıqlar adlandırılır. Bəli, xırda kabançıq var, böyük kabançıqlar var. Və orta. Bu bizim bildiyimiz xırda kabançıq. Yəni hər kəs öz zövqünə görə seçim etmə imkanı var. Bu xırdadır. Bu bir qədər ondan böyükdür, ortadır və bizim qarşıda təqdim etdiyimiz böyük də var və üzərində də bütün ölçülər gözəl şəkildə qeyd olunurdur və hər birinin üzərində var belə neçəlikdir, nədir və necə istifadə oluna bilər və küçlüklərdən danışırdıq. Bəli, küçlüklərin elə bir istənilən, bəli. Bu dörtlük küçlüyümüzdür. Dörtlük də var. Bu dörtlük küçlüyümüzdür. Sonra orada bizim üçlük küçlüyümüz var. Dörtlük, üçlük var. Onu bir tərəfdən, bir də bu santı söhbəti var. Bu da 30 santim amma hal-hazırda bu gördüyümüz 25-25. Orada olan 30-30'adır. Sonra və burada olan da 30-30'adır. Müştərilər, bəli, müştərilər əgər istəyərsə, mənə 40-ın 40-a, 50-nin 50-yə. Bu da problem yoxdur. Problem yoxdur. 3 gün ərzində, maksimum 3 gün ərzində gətirib çatdırırıq müştərilərə. Yəni evin belə deyək, çöl tərəfini, fasadının hansı formada bəzəmək istəyirsinizsə, hansı formada gözəllik vermək istəyirsinizsə, əyməli lazımdır, düz lazımdır, yan üstə lazımdır, sol tərəfə lazımdır. Mütləq şəkildə ustalarınız gəlir, müraciət edirlər, ölçülər götürülür, maksimum ən pis halda bir həftəyə çatdırır. Yəni 3 gün, 4 gün müddətində istədiyiniz sifarişlər həyata keçirilir və keçici qarşıya bir qədər də orada bəzəklər var ki, həm yumru dirəklərinizi gözəl görkəmə gətirə bilərsiniz, həm kvadrat necə deyərlər dirəklərinizi bəzəyə bilərsiniz. Burada gələ yaxınlaşaq, bax belə bizim sifarişlə gəlir. Bax burada da var. Bunlar arkaların kənarlarıdır ki, sifariş edirsiniz. İstədiyiniz ölçüdə arkaların küçləri sifariş qəbul olunandan sonra 3 gün, bir həftə ərzində gətirilir MRT inşaata, gəlib götürürsünüz. Daha sonra burada bizim bu bizim yumrudur. Bəli. Bu bizim də elə bir adətən indi yeni tikilən evlərdə, tumbalar var. Yumru tumbalar var. Yəni durba deyək, lap götürək durbanı. Durbanın üstünü bağlama, indi hamısını ağla gelib bu açıq qala bilməz. Ondan ötəri də yəni bizim belə yumru turba üçün, yumru beton üçün üstünü bağlamaqdan ötəri belə modelimiz də var. Yəni istənilən ölçüdə, yenə deyirəm, istənilən ölçü, diametr, istənilən ölçünü zakaz verib gətirilmək mümkündür. Və təbii ki, bax bizim burada dəyərli dostlarımız, ustalar bizim çəkiliş üçün özəl olaraq pəncərələr hazırlayırlar ki, əyani şəkildə tamaşaçılarımız da görsünlər. Artıq 1, 2, 3, 4 pəncərə hazırlandı burada. İstədiyiniz dizayn, istədiyiniz forma verə bilərsiniz burada. Həm kvadrat, həm yumru, nə istəsəz eləmək olur. Və aksesuarlar da var, həmin aksesuarlardan da istifadə olunur. Baxın əziz dostlar, burada da aksesuarlar pəncərələrin küçlüklərinə istədiyiniz kimi rahat yerləşdirə bilərsiniz. Daha sonra bizim burada küçlüklərimiz var. İndi operatorumuz götürəcək, tamaşaçılarımız da görəcəklər. Bax bu kənarı, yəni arkalı olan pəncərəmizdir, kvadrat pəncərəmizdir və tumbalarınıza bax belə biri uzun, biri gödək, necə deyirlər, ağlaylardan istifadə etməklə gözəl görkəm verə bilərsiniz və daha sonra böyük də var. Onu da elə bu küçlükdə göstərək, dostlarımız görsünlər, ver mənə zəhmət olmasa. Birbaşa olaraq bundan da istifadə edə bilərsiniz, əziz dostlar. Bunun da özündə bir gözəlliyi var. Tam olaraq kvadratdır və arasında heç bir məsamə, heç bir boşluqdan söhbət belə gedə bilməz və birbaşa olaraq evin çölünü tam olaraq dəyişir. Tam olaraq gözəllik verir və burada da var. Dostlara göstərək, burada da bizim bəzəklər var ki, onlar da daha böyük tumbalarda və yaxud da evin kənarlarına, hansı dirəklərin üzərinə gözəllik gətirmək üçün istifadə oluna bilir. Yəni A'dan Z'yə burada həm aksesuarları var, həm də necə deyirlər, ağlayların özləri mövcuddur ki, bunlar söhbət yəni isti ağlaydan gedir və daha sonra belə də bizim bir bağlamamız var. O da yumru tumbanın başıdır. Yumru tumbanın özüdür ki, bu ölçüdə və bundan böyük ölçü əgər tumbanız varsa, yumru varsa, problem yoxdur, əziz dostlar. Sifariş edirsiniz, nə boyda ölçüdə istəyirsiniz, o boyda. Neçə diametrdə hansı diametrdə istəyirsinizsə, həmin diametrdə gətirmək mümkündür. Qiyməti də var üzərində 14 manat.
manat 96 qəpik təşkil edir və çox gözəldir. Və onu da qeyd edeyim ki, üzərinə hansı rəngi istəsəniz vura bilərsiniz. Bəli, boya vura bilərsiniz. Ömrü də sizin mənziliniz, Allah etməsin, nə qədər ömrü varsa, bu isti aqlayların da o qədər ömrü var.